Salam, hər vaxtınız xeyir. Mən Riyaziyyat müəllimi Sənan Vəliyev. Bugün sizlərlə 9-cu siniflər üçün keçirilmiş OTK sınaq imtahanının riyaziyyat suallarının izahını təqdim edəcəm. Gəlin elə 31-ci sualdan başlayaq. Deyir, A üstəgəl B 4 olarsa 3A üstəgəlinsin 3 vurulsun B üstəgəl 2. Bunu vurub atsam əgər, yəni 3A üstəgəlinsin 3-ü vururam B-yə 3B üstəgəlinsin 3-ü vururam 2-yə 6 bərabərdir. Buradakı bu ifadədən 3-ü ortaq vuruq kimi çıxarsam mötərizə xaricinə A üstəgəl B üstəgəl 6. Bu da bərabərdir. 3-ü vururam 4-ə, üstünə də 6 gəlirəm. 12-nin üzərinə 6 gələndə cavab eləyir 18. Doğru cavab olur C variantı. Daha sonra 32-ci sual. Müsbət ədədin 80% bu ədədin 0,16 hissəsindən neçə dəfə böyükdür? Müsbət ədədin 80% tutaq ki, müsbət ədəd x-dır. Onun 80% tapanda ədədi 80-ə vurub 100-ə bölürəm. Bu da eləyir 0,8x. Deyir indi bu ədədin 0,115 hissəsindən 116 hissəsindən neçə dəfə böyükdür. Bu zaman ədədin 0,116 hissəsi də x vurulsun 0,116-dır. Əgər bizə də deyir ki, bu bundan neçə dəfə böyükdürsə nisbət tapırıq. 0,18-i bölürəm 0,116 x-a. 0,x-lar ixtisar gedir. 0,18-i 0,116-ya böləndə cavabım eləyir 5. Doğru cavab olur Y variantı. Daha sonra düzbucaqlı üçbucağın böyük kateti 4 kök altında 3, iti bucaqlarından biri 60 dərəcə olarsa, bu üçbucağın hipotenuzu tapın. Baxın, deməli, düzbucaqlı üçbucaqda iti bucaqlardan biri 60-dırsa, digəri 30 dərəcədir. Bilirik ki, ümumiyyətlə üçbucaqda böyük tərəf qarşısında böyük bucaq dayanır. Onda belə deyək, böyük kateti 4 köklü 3-dürsə, katetlərdən böyük olan bucaq 60 dərəcədirsə, deməli 60-ın qarşısı 4 kök altında 3-dür. Bilirik 30 dərəcə bucaq qarşısındakı katet hipotenusun yarısına, digər katet isə 60 dərəcə bucaq qarşısındakı katet isə digər katetin kök altında 3 mislidir. Əgər bura 4 kök altında 3-dürsə, deməli bura 4-dür, bu da 8-dir. Doğru cavab olur D variantı. 34-cü sual. Əbob 1-3-ü vurub Əbob 3-5-ə, onu da vurub Əbob 5-7-yə. Bu şəkildə davam eləyib. Bu, bilirik ki, qarşılıqlı sadə ədədlərdir. Çünki biz demişik ki, qarşılıqlı sadə ədədlər, ardıcıl tək ədədlər qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobları 1-ə bərabərdir. Biri də bu, çünki 1-3 qarşılıqlı sadədir, 1 eləyir. 1 vur, 1 vur, bu gedir axıra qədər. 2-ən çıx 1. 2-nin üstəgəl 2 də ardıcıl tək ədədlərdir. Ardıcıl tək ədədlər qarşılıqlı sadədir. Bunların əbobları 1 eləyir. Ortada da vurma olduğu üçün cavab olur A variantı. Burada deyir, ştrixlənmiş hissəyə uyğun elementlərin cəmini tap. Ştrixlənmiş hissə 3-ün içində ortaq olandır. 3-ün üçün ortaq olan hansında 3-ündə də olan ədəd var. 3-ündə də olan 7-dir. 3-ündə də olan 9-dur. 3-ündə də olan 12-dir. Deməli, 7, 9, 12. Cəm eləyir 28. Doğru cavab olur C variantı. Deyirik ki, düz xəttin kəsişməsində alınan bucaqlardan biri digərindən 2,6 dəfə böyük olarsa, biri x-dırsa, digəri 2,6 x-dır və iki düz xət kəsişəndə alınan bucaqlar ya qarşılıqlı bucaqlar olur, ya qonşu bucaqlar olur. Qarşılıqlı bucaqlar olsaydı elə bir-birinə bərabər olardı. Deməli, bunlar qonşu bucaqlardır. Onda x üstəgəlinsin 2,6x bərabərdir 180 dərəcəyə. Buradan 3,6x bərabərdir 180 dərəcəyə. X-i də tapmaq üçün 180-i bölürəm. Deməli, 180-i bölürəm 3,6-ya. Doğru cavab eləyir. X-ım 50. Deməli, biri 50-dir. Digəri isə bunun 2,6 mislidir. 50-yi də 2,6-ya vuranda eləyir 130 və ya 180-dən 50-ni çıxırsınız. Eləyir 130 dərəcə. Doğru cavab olur A variantı. Daha sonra çevrədə 50 dərəcəli qövsə uyğun daxilə çəkilmiş bucağı tapın. Çevrədə 50 dərəcəli uyğun belə deyək, qövsdürsə, bu daxili bucaq, yəni çevrədə daxili bucaq verilmiş qövsün yarısına bərabərdir. Yəni 50-nin yarısı 25-ə bərabərdir. Ən kiçik sadə ədəd 2-dir, onun da əksi -2-dir. Yenə də rahat bir sualdır. 1 metrinin qiyməti 4 manat olan 48 metr parçanın 12-də 7 hissəsini satıldıqdan sonra neçə manatlıq parça qaldı? 12-də 7-si satılıbsa, 12-də 5-i qalıb.
48 metrin 12-də 5-i qalıbsa ixtisar gedəndə bura 1, bura 4. 4-ü vururam 5-ə eləyir 20. Deməli 20 metr parça qalıb. O da 4 manatdır 1 metri. 20-yi də vururam 4-ə, cavab eləyir 80 metr. Doğru cavab olur D variantı. Daha sonra 40-cı sualda deyir ifadənin ən kiçik qiymətini tap. İfadənin ən kiçik qiymətini tapmaq üçün bunu kvadratik tənliyə getirməliyəm ya da belə deyək m-ni tapırıq və ya n-ini tapırıq, getirib yerinə qoyuruq. M bərabərdir mənfi b bölünsün 2a-ya. Bu da eləyir 8 bölünsün 4, yəni 2. 2-ni getirib yerinə qoysam 2 vurulsun 2-nin kvadratı 4 çıxılsın. Yəni A-nın qiyməti 2-yi getirib yerinə qoyuram. 2 vur 4 çıxılsın 8 vur 2 üstə gəlinsin 11. Deməli 8 çıx 16 mənfi 8 üstünə də 11 gələndə cavab eləyir 3. Doğru cavab olur Y variantı 40-cı test tapşırığında. Daha sonra deməli baxırıq növbəti test tapşırığına. Deməli, növbəti test tapşırığında biz görürük ki, deməli, 41-ci test tapşırığıdır növbəti. Deyir ki, bu ifadənin qiymətini hesablayın. Deməli, ifadənin qiymətini hesablamaq üçün biz nə edirik? Mənfi 2-nin kvadratı müsbət 4, mənfi 3-ün kubu mənfi 27, çıx 4-ün kubu, 4-ün də kubu eləyir 64. Deməli, getirib yerinə yazıram 64. İndi 4-dən mənfi 27 çıxanda eləyir cavab mənfi 23. Ondan da 64-ü çıxanda eləyir mənfi 23-dən də 64 çıxanda eləyir mənfi 87. Doğru cavab D variantıdır. Mənfi ədədin cüt dərəcədən kvadratı müsbət eləyir, amma tək dərəcədən kubu eləyir mənfi 27. Digərləri də deməli doğrudur. Mənfi 23, ondan da çıxanda 64-ü mənfi 87. Daha sonra A, B və C bir-birindən fərqli natural ədədlərdir. Əgər fərqli natural ədədlərdirsə, bunların hasili eləyib 11. Hasili 11 eləyən ya 1-dir, ya da 11-dir. Heç vaxt 3 dənə bir-birindən fərqli natural ədədin cəmi 1 ola bilməz. Deməli, onda burada A-2 1-dir. A-2 1-dirsə, deməli A 3-dür. Onda A üstə gəl, B üstə gəl, C də bərabərdirsə 11-ə, A 3-dürsə, B üstə gəl, C bərabərdir 8-ə. İndi bizə deyir B üstə gəl, C bölünsün A üstə gəl 1. Bu da eləyir 8 bölünsün 4, cavab eləyir 2. Doğru cavab olur C variantı. Daha sonra modula aid bu sual. Moduldan mənfi ədəd çıxmır. Bu müsbət 3,6 eləyir. Bu müsbət 7,2 eləyir. Bu müsbət 5,4 eləyir. Bu isə müsbət 1,2 eləyir. Bu ilə bu ixtisar gedir 3. 1,8-ə ixtisar gedəndə burada 3, burada 4 qalır. Bu da ixtisar gedir, cavab eləyir 4. Yəni B variantı. Daha sonra 44-cü test tapşırığında, baxın mən bunu bilirəm ki, B çıx A qarşıya mənfi ataraq A çıx B-yə bərabərdir. Onda yazıram n vurulsun A çıx B. Qarşıya mənfi atanda bu mənfi olur üstə gəl. N vurulsun B A çıx B-yə. A çıx B-ni də ortaq vuruq kimi çıxardanda qalır M üstə gəl N. M üstə gəl N. Bu da eləyir nə? C variantı. 45-ci test tapşırığı. 45-ci test tapşırığında deyir ki, ABC üçbucağında AB 6 cm-dir və AB tərəfinə çəkilmiş. Bu, əgər alfa ilə bu 2 dənə iti bucağın cəmi 90-dırsa, deməli bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda median hipotenusun yarısına bərabər olur. Yəni 6-nın yarısı D variantı 3. Bunun dərəcəsi 5 üstə gəl 9 eləyir 14. Əmsalı isə 3-də 2-dir. Bizə deyir dərəcəsi əmsalından neçə dəfə böyüdür? Yəni 14-ü böl 3-də 2-yə. Bu da eləyir 14 vur 2-də 3. İxtisar gedir 7-yi vuram 3-ə eləyir 21. Doğru cavab olur 21. X yerləşir 47-ci sualda 1 ilə 5 aralığında. X 1 ilə 5 aralığında yerləşirsə bizə lazımdır ki, X belə deyək də 2, 3, 4 qiymətini alır. Əgər ki, modulda yazıbsa ki, modulda X çıx 6, əgər X də 5-dən kiçik, 1-dən böyük ədəd alırsa, burada modulun cavabı mənfi edir. Bilirik, modulun cavabı mənfi eləyəndə o yer dəyişmə ilə çıxır kökün, belə deyək, moduldan. Yəni 6 çıx X olur. Olur, bu da modulda X üstə gəl 3, üstə gəlinsin 6 çıx X, modul bağlandı. X-lar getdi, 6 üstə gəl 3, 9, modulda 9-dan da cavab eləyir 9 elə. Doğru cavabımız olur 9. 48-ci test tapşırığında məndə biraz belə deyək şəkildə tam aşağı hissə görünmür. Çünki bunu PDF-ə çevirəndə silinmişdi. İndi bir dənə orijinalına bir dənə baxım kitabçaya.
Deməli, bu 27 üstü 3, deməli 27 üstü 3 vurulsun 8 üstü 10, bu 6 üstü 8 vur 16 üstü belə deyək də 5-dir. Əgər inşallah ki səhv deyil, çünki kitabçanın üzərində də qaralanıb. Bunu yazıram 3 üstü 3, yəni 27 3 üstü 3-dür vurulsun. Bu da 2 üstü 3 üstü 10. Düzdür, bölünsün. Burada 6-nı mən yazaram, 6 üstü 8-i mən yazaram, deməli 6-nı yazaram 2 vur 3-ün üzəri 8. Bu da 16-da 2 üstü 4-ün üstü 5-dir. Deməli bu nə eləyər? 3 üstü 3 vur 3 9 vur 2 üstü 30. Bu da eləyər nə? 2 üstü 8 vur 3 üstü 8 vur 2 üstü 20. Bu eləyir 2 üstü 28. Bu ilə ixtisar gedir, qalır 2 üstü 2. 3 üstü 8 ilə də 3 üstü 9 gedir, qalır 3. 2 üstü 2 4, 3-ə də vuranda 12. Doğru cavab eləyir 12. Yenə də deyirəm, qüvvəti bu şəkildə gördüm. Kitabçada çox qaralanıb, şagird üstünü çox qaralamışdı. Ona görə belə deyim, yəqin ki ümid edirəm bu şəkildə yazılıb. Daha sonra 49-cu sual. 49-cu sualda deyir ki, A, B və C natural ədədləri üçün A bölünsün B nisbəti, yəni A 2K-dır. B bərabərdir 5K. İndi deyir ki, B bölünsün C nisbətinə görə B 1K-dır, C 4K-dır. Biz bilirik ki, eyni bir məsələ daxilində ola bilməz ki, B bir dəfə 5K olsun, bir dəfə 1K olsun. Bu mümkünsüz bir şeydir. Ona görə bu ifadənin hər tərəfini 5-ə vururam. Olur nə? Bu olur 5K, bu olur 20K. İndi A oldu 2K, standart olaraq yazsaq. B olur 5K, ikisi üçün də keçərlidir. C də oldu 20K. İndi buna uyğun olaraq bizə deyir A üstəgəl, B üstəgəl C-nin ən kiçik qiymətini. C-min ən kiçik qiyməti üçün A da, B də, C də ən kiçik ədəd almalıdır. Buna görə K-ya qiymət verməliyəm. K-ya da mən natural ədəd verəcəm. 1 verəndə bu olur 2, bu olur 5, bu olur 20. Cəm eləyir nə? 20 üstə gəlinsin, 5 üstə gəlinsin 2, yəni 27. Doğru cavab olur 27. Daha sonra burada deməli kök altında 7 üstəgəl kök altında 8-dir. Mən kök altında 8-i yəni belə deyək, ortaq vururam bir-birlərinə, ən yaxşısı belə olsun. 7 vur kök altında 8 üstəgəl 8 vur kök altında 7 böl kök altında 7 vur 8, yəni 56 olar. Bunu da vururam 4 çıx kök altında 14-ə. Deməli, biraz sadələşdirsəm əgər, sadələşdirəndə nə baş verir? Bu olur 2, 4 çıxır, olur 14 kök altında 2, üstəgəl 8 kök altında 7. Bölünsün, kök altında 56, vur. Deməli, 4 çıx kök altında 14. Kök altında 14. Bunu da ən yaxşı versiyada, bir dəqiqə, burada dəqiq kök altında 8-dir. Bir dənə ona baxın, zəhmət olmasa. Bir dəqiqə, gəl eləyək. Bir dənə baxaq ona, görək dəqiq o kök altında 8-dir. Çünki kök altında 8 olanda nəsə mən gözlədiyim kimi olmadı ədəd. Aha, bəli, kök altında 8-dir. Onda gəlin bunu bir dəqiqə, kök altında 8-dir. Heç belə eləməyə ehtiyac yoxdur, bircə saniyə. Gəlin bunu irrasionallıqdan azad edək. Ən yaxşı üsullardan biri. Hər tərəfi vuraq, elə bilin ki, kök altında 7. 7 böl kök altında 7, kök altında 7-yə vuranda 7 kök altında 7 böl kök altında 7 vur kök altında 7. Bu da eləyir 7, 7'lər gedir, cavab qalır kök altında 7. 8 böl kök altında 8-i də irrasionallıqdan azad edəndə cavab kök altında 8 olacaq. İndi mən kök altında 7 ilə kök altında 8-in cəmi. Bu da eləyir nə? Vurulsun 4 çıx kök altında 14. Buna uyğun olaraq biz belə deyək də, bunu ən yaxşı versiyada baxın. Kök altında 4-ü mən yaza bilərəm. Kök altında 2 vur kök altında 8 şəklində. Və kök altında 2-ni orta məxrəc çıxardanda buradan qalır kök altında 7 üstəgəl kök altında 8. Burada da kök altında 2-ni orta məxrəc çıxardanda burada qalır kök altında 8 çıx kök altında 7. Çünki kök altında 2-ni kök altında 8-ə vuranda kök altında 16 eləyir, ondan da 4 çıxır. İndi bir dəfə A çıx B, bir dəfə A üstəgəl B. Bu da eləyir nə? A kvadratı çıx B kvadratı. Kök altında 8-in kvadratı 8 çıx 7, yəni 1. Bunun cavabı eləyir kök altında 2. İndi 3 kök altında 2 vur A, yəni kök altında 2-yə. Bu da eləyir 3 vur 2, yəni 6. Doğru cavab olur 6. Qəşəng sual idi. Digərlərinə baxanda bu daha yaxşı sual idi. Daha sonra baxaq, deməli, belə deyək,
mərkəzi O nöqtəsində olan çevrənin AB vətəri CD vətərinə konqruentdir. Deməli, daha sonra bizə nə deyir? Deyir ki, bunlar konqruentdirsə, AMB qövsünün uzunluğu A-ya bərabərdir. Bu qövsünün uzunluğu A-ya bərabərdir. Daha sonra digər qövsünün uzunluğu bərabərdir nəyə? B-yə. Deməli, deyir, CND-nin uzunluğu da bərabərdir B-yə. Deməli, buna uyğun olaraq biz nə edirik? Belə deyək. Deyir, 2A üstə gəl 3B bölünsün. Bu da deyəsən 3B çıx 2A-dır. Bir dənə ona da baxaq. 3B çıxılsın 2A-dır, bəli. İfadəsinin qiymətini təyin edilməyimizi bizdən istəyir. Bunlar konqruent, belə deyək ki, qövslərdir. Konqruent qövslər nə deməkdir? Konqruent qövslər, yəni bir-birinə bərabər qövs deməkdir. Yəni, burada A ilə B bir-birinə bərabərdir. Getirib harada A görsəm 2B üstə gəl 3B yazacam. Deməli, daha sonra aşağıda deyəsən 3B çıx 2A-dır da bu da. 3B-nin də yerinə yazdıq 3B olduğu kimi qalsın. 2A-da 2B olsun. Bu da eləyir 5B bölünsün B. B-lər gedir. Cavab qalır 5. Doğru cavab olur 5. 7 deyirəm. Rəqəmlər biraz oxunmayacaq vəziyyətdədir. Özünüz, yəni PDF-ə baxıb A-nın yerinə B yazıb ifadənin qiyməti tapa bilərsiniz. Sadəcə burada lazım olan o idi ki, konqruent vətərlər, belə deyək, konqruent vətərdirsə, deməli onların ayrıldığı qövslər də bir-birinə bərabərdir. Daha sonra 52-ci sualda uzunluğu 5pi olan çevrənin xaricindən ona uzunluğu 5pi-dir. Deməli, onda gəlin bu çevrənin radiusunu tapaq. 2pi r-ə görə 5pi-yə bərabər eləsəm, r olur 2,5-ə. Deməli, çevrədən, deməli, xaricində bir dənə deyir ki, xaricində olan A nöqtəsindən çevrənin mərkəzinə qədər olan məsafə. Baxın, A nöqtəsindən çevrənin mərkəzinə qədər olan məsafə 6,5-dir. Bura onda 2,5-dirsə, ümumisi 6,5-dirsə, bu A nöqtəsindən çevrənin toxunan bu nöqtəyə qədər olan məsafə olacaq 4. Doğru cavab olacaq 4. Daha sonra bizə deyir ki, bu, deməli, AOB, yəni bura 5K-dır. Bura sonra deyir BOC 4K-dır. Burada 6K-dır. Bunun cəmi eləyir nə? 15K bərabərdir 360-a. Çünki bu tam bir çevrəyə, belə deyək, bərabərdirsə, onda tam bir çevrə deməkdir. Yəni tam bucağa bərabərdir. 360-ı, deməli, böləcəm 15-ə. 360-ı 15-ə böləndə K eləyir nə? 24. Deməli, onda bura 4K-dırsa, bir dənə 3 bucaq çəksəm əgər, adlandırsam, bura O, bura B, burada C-dir. Onda 4-ü vursam 24-ə, 24-ü vururam 4-ə. Eləyir nə? 96. Bura oldu nə? 96 dərəcə. Bizə deyir BO ilə OC CO parçalar konqruentdir, yəni bərabərdir. Bizdən C, B 10 istəyir. Onda nə edirik? Baxın, bura alfadırsa, burada alfadır deyirik. Onda 2 alfa bərabərdir. 180-dən çıxırıq 96-nı, 180-dən 96 çıxırıq, eləyir 84. 2 alfa 84-dürsə, alfa 42 dərəcədir. Doğru cavab olur, alfa 42. Bizə də C, B 10 istəyir, ona da biz alfa dedik. Daha sonra 54-cü test tapşırığı 2 ədəddən biri digərindən 3 dəfə böyükdür. 2 ədəddir, biri x-dir, biri y-dir, tutaq ki. Və ya biri digərindən elə 3 dəfə böyükdürsə, birini götürək. Birinci ədəd olsun x, ikinci ədəd olsun 3 dəfə böyük olan 3x. Deyir, kiçik ədədin yarısı ilə böyük ədədin 2 mislinin cəmi. Deməli, kiçik ədədin yarısı, yəni x-in yarısı üstə gəl. Böyük ədədin də 2 mislinin cəmi A olarsa, onda cəmi, belə deyək, 2 mislinin cəmi, yəni 6x-in cəmi bərabərdir A-ya. Olarsa kiçik ədədi A ilə ifadə edin. Yəni x-i A ilə ifadə edin. Hər tərəfi 2-yə vuraram. Hər tərəfi 2-yə vuraram. Onlar nə? Deməli, 2-lər gedər. X üstə gəlinsin. 12x bərabər olar 2A-ya. Buradan da 13x bərabər olar 2A-ya. Deməli, x də bərabər olar 2A bölünsün 13-ə. Yəni, 13-də 2A-ya. Yəni, x 13-də 2A-ya bərabərdir. Nisbətən, belə deyək, digərlərinə baxanda bu da yaxşı sualdır. Daha sonra, deyir, mətbəədə 3 gün müddətində 1200 kitab çap edildi. Birinci gün planın, yəni 1200-ün 30%. 1200-ün 30%-ni tapırıq. Eləyir nə? 360 kitab birinci gün. İkinci gün isə ilk gündəkindən 100 kitab daha artıq. Yəni 460. Üçüncü günə nə qədər qalacaq? Bu ikisini toplayıram. 360-la
360-dan 460-ı toplayıram, eləyir 820. 1200-dən də çıxıram 820-ni. Deməli 1200-dən də çıxsam 820-ni. Doğru cavab eləyir 380. Deməli 3-cü gündə 380 kitab çap olunub. Bitdi. Deməli bu qədər. Ümid eləyirəm ki, hər kəsin ürəyi istəyən qədər, yəni ki, düz sayı yazıb. İnşallah ki, kimin ki nəsə bir sualı olsa, nəsə bir belə deyək, PDF əldə etmək istəsə 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilər. Qeyd etmək istəyirəm ki, bizim ödənişli dərslərimizdə də yararlanmaq istəyirsinizsə 051 595 1091 nömrəsini yazmanız kifayət eləyir. İnşallah növbəti izah videolarında görüşənə qədər, əgər ki sürətli izah eləmişəm, yəni nəsə bir səhvliyim varsa da üzrlü hesab eləyəsiniz, yorumlarda yazsaz, mən özüm elə bəyənib, özüm də şərh yazacağam ki, belə deyim, bu səhvlik bəlkə nəsə mexaniki bir çıxmada səhvlik eləmişəm. Amma özüm baxdığıma görə nəsə bir səhv görmədim. İnşallah videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti izah videolarında görüşənə qədər.